Övladınızı xaricə aparmaq istəyirsiniz, amma digər valideyni razılıq vermir. O zaman bu videonu diqqətlə izləyin. Yetkinlik yaşına çatmayan şəxslər ölkə ərazisindən müstəqil qaydada çıxa bilməzlər. Onlar ya valideynləri ilə, ya da valideynlərinin razılıq verdiyi digər bir şəxslə ölkəni tərk edə bilərlər. Valideynlər özləri də övladlarını ölkə xaricinə apararkən digər valideynin razılığı tələb olunur. Bu cür razılıq notarial qaydada verilir. Əgər bu kimi razılıq yoxdursa, siz uşağı ölkə ərazisindən çıxara bilməyəcəksiniz. Bəs bu zaman nə edə bilərsiniz? Bununla bağlı məhkəməyə müraciət edərək məhkəmə qərarı əsasında digər valideynin razılığı olmadan uşağı ölkədən çıxara bilərsiniz. Məhkəmələr bu işlər üzrə uşağın ali mənafeyinin qorunmasını nəzərə alırlar. Bu zaman siz uşağı təhsil ilə əlaqədar, mənəvi mədəni istirahət ilə əlaqədar, səhhəti ilə əlaqədar ölkə ərazisindən çıxarırsınızsa, bununla bağlı sübutları məhkəməyə təqdim et. Məhkəmə bu sübutları qiymətləndirib, yekunda lehinizə qərar qəbul edə bilər.